Bu MacBook niye bir anda oyun heyvanı oldu? Apple'ın en bütçe dostu MacBook Neo modeli qeyri-adi bir moddan sonra texnologiya dünyasında səs saldı. Blogger cihazdaki throttling problemini aradan qaldırmaq üçün içəriyə xüsusi mis detal yerləşdirdi və istiliyi birbaşa korpusa ötürdü. Sonra isə xaricdən su ilə soyuyan maqnitli sistem əlavə olundu və notebook sanki ikinci nəfəsini tapdı. Ən böyük fərq oyunlarda hiss olundu. No Man's Sky'da performans təxminən 30 FPS-dən 60 FPS-ə yüksəldi və mikrodonmalar xeyli azaldı. Fallout 4 də daha stabil işləməyə başladı, amma Cyberpunk yenə də bu nazik korpuslu cihaz üçün ağır yük olaraq qaldı. Bu eksperiment göstərdi ki, MacBook Neo'nun əsas limiti çip yox, istilikdir. Soyutma aksesuarının dəyəri təxminən 85 manat olsa da, alınan nəticə bir çoxunu ciddi şəkildə düşündürür. Sən olsaydın, belə mod edilmiş MacBook istifadə edərdin. Yoxsa, qardaş, mənə sabit masa da lazımdır deyib uzaq gəzərdin.